Xüsusi olaraq deməsə birər partner Atatürk'ü burada da biraz ileriye cavabdır. Deməli, biz ayın 11'ində Rüfətin anım gününə hazırlaşırıq. 30 illik yubileydir. Sumqayıt Muğam mərkəzində olacaq. Hər kəs dəvətlidir. Ay maşallah. Əldə yer yoxdur. Bir dəqiqə dayanır. Gəlib öpüm səni. Elay, sən də yaddan çıxmamısan ona var. Oy. Hə, sən onu da ver. Sizi çox sevirəm də, komandamı sevirəm də. Nə yaxşı ki tanımışam sizi və nə yaxşı ki varımsınız. Və onu da vurğulayım ki, olmaz tədbirin axırında bir qəş ürək sözlərimizi deməmişik, çıxaq gedək buradan. Afət ana bu günə qədər övladı ilə bağlı heç vaxt hansısa bir müəssisənin qapısını döyüb, mən uşağım evin bir dənə uşağı idi, niyə tədbir keçirmirsiniz sözünü deməyib. Və bu günə qədər də heç zaman şikayət eləməyib ki, hansısa müəssisə niyə mənim uşağımın il dönümündə, anım günündə yanında olmadı. Biz 6 ildə ilk dəfə Afət ana ilə Sumqayıt Mədəniyyət İdarəsinin qapısındaydık. Sadəcə Heydər Əliyev mərkəzini istədik ki, Rüfətin tədbirini keçirək. Amma çox təəssüflər olsun ki, şəhid analarını görəndə siz bizim baş tacımısınız deyən insanlar o qapıdan çıxandan sonra o sözlərinə əməl eləmirlər. Allah canını sağ eləsin, Allah razı olsun Sumqayıt Bələdiyyəsindən ki, bizi Heydər Əliyev mərkəzinə möhtac qoymadı, Muğam mərkəzini verdi. Bizim Rüfətimizin tədbiri Muğam mərkəzində olacaq və bütün məktəblər orada möhtəşəm çıxışlar hazırlayır. Mən hər zaman deyirəm ki, yalana ehtiyac yoxdur, məcbur deyil şəhid anası görəndə deyəsən ki, ana biz sizə borçluyuq. Əgər borçlusansa, sözünlə əməlin üst-üstə düşsün. Sonda tədbirimizin sonunda Günay xanım, sözünüzlə əməlin üst-üstə hər zaman düşdüyü üçün sizə təşəkkür edirəm. Tanıdığım ilk gündən bu günə qədər şəhid ailələrinə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Və Leyla, o da nə apçıq var, onu da gətirək Günay xanımın hədiyyəsini də verək. Tək mənim üçün deyil, gün sizin də günümüzdür. Təşəkkür edirəm. İnşallah. Məncə o bizi tədbirimizin özünün gözəlliyi, bunun özünün gözəlliyi bir başqa oldu. Yusifi, səni təbrik edirəm atam. Bax belə qürurla şəhidimin şeirini səsləndirdiyim üçün. 8 Mart aidiyyəti yoxdur sənin təbrik üçün. Səni kişilər bayramında təbrik edəcək. Və bundan sonra inşallah Rüfətin də tədbirində Yusifimiz şeir deyəcək. Bu günlər də sizə teşekkür ederim. Amin inşallah. Amin. Sonda elə hamımızı bir dərdə belə çəkin yekunlaşdıraq. Uşaqlar gəlin yaxına dayanın.